Lazer üzdə sınaq yaradırmı? Bəli, yaradır. Əgər həssas üzləriniz varsa, lazer prosedurundan sonra dərinizdə sınaq və sınağa bənzəyən kiçik çıxıntılar yarana bilər. Əslində bu, lazerin özü ilə bağlı olan bir məsələ deyil, sizin dərinizin həssaslığı ilə bağlıdır. Məsələn, lazer dərinizin üst təbəqəsini zədələdiyi üçün burada iltihabi proseslər baş verə bilər. Yaxud da ki, lazerdən sonra dəriniz həddindən artıq quruduğu üçün bu dərinizdə sebum balansının pozulmasına, yəni onun həddindən artıq yağlanmasına səbəb olur. Bu da üzünüzdə sınağın çıxmasına şərait yaradır. Lazerdən sonra həmçinin üzdəki ölü hüceyrələr sizin dərinizdəki məsamələri tıxaya bilir. Yaxud da ki, prosedurdan sonra sizə təklif olunan yağlı kremlər sizin dərinizdəki məsamələrə dolaraq sınaqların yaranmasına səbəb ola bilər. Bir də ki, gigiyena məsələsi var. Məsələn, lazerdən sonra bəzi gigiyenik məsələlərə əməl eləməsəniz, yəni əlinizi tez-tez üzünüzə vursanız, yaxud da ki, makiyaj eləsəniz, bu üzlərinizə mikrob düşməsinə səbəb ola bilər. Bəs həssas üz dərisi olan şəxslər lazerdən sonra hansı qaydalara əməl etməlidir? Lazerdən sonra çalışın ki, yağlı olmayan, tərkibində sakitləşdirici özəlliyə malik olan aloe vera və centella tərkibli tonik və kremlərdən istifadə edin. Ən əsası isə makiyaj eləməyin və günəşə çıxmayın. Bir də ki, çalışın ki, lazerə getməmişdən qabaq üzlərinizi yaxşıca təmizləyib və nəmləndirəsiniz. Bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməmizə basmağı və kanalımıza da abunə olmağı unutmayın.